Bir dəfə bir Amerikalı jurnalist gedir Hindistana. Nə bilim Amerikalı olub, Avropalı olub, bilməm. Fərqi yoxdur. Yəni qərb insan olubdur. Sağ ol. İşıqlığa çıxasın. Gedib orada bir dənə Hindistan'da bir ucqar bir kəndə gedir. Hansı ki orada insanlar icma şəklində yaşayırlar. Hindistan elə bir ölkədir ki, oranın 90% əhalisi kənd əhalisidir. İcma əhval ruhiyyəli insanlar. Bu gəlib orada icmanın başçısı ilə görüşüb, icmanın böyüyü ilə. Baxma, Hindistan belə bir şey ölkədir də, nə deyirlər? Sirri bir yerdir. Gəlib o icmanın başçısından soruşubdur. Onunla yəqin xeyli ondan söhbət olubdur. Mənim prosto yadımda qalan budur. Ona görə mənə ləzzət verdi o fikir. Sualların içində belə bir sual da olub ki, niyə görə sizdə elə qızları ata-anası ələ verir, oğlanları ata-anası evləndirir? Yəni ki, Avropada məsəl üçün bizdə belədir ki, azadlıq var. Qız özü gedib kimsə sevə bilir, oğlan kimsə sevə bilir, tapa bilir. Amma sizdə niyə bu cür belədir? Özdə bu, sizdə bu şeydir belə, ənənə xarakterdir. Qanundur belə. O da ona cavab verir ki, mən o cavabı nədir yadımda saxladım. O deyir ki, siz sevdiyinizi alırsınız, Avropalılar, siz amma biz aldığımızı sevirik. Bu adam bunun gözü üçün həkk eləyir, ağlına gedir ki, burada bir müdriklik var. Hindistanda o qədər orada müdriklərlə doludur ki, müdriklər ölkəsidir ora. Ona görə orada əgər onun ağzından bir söz çıxırsa, deməli elə belə söz deyir. O gün mən Müşfiq müəllimin yığıncağında oturanda o məsələdə çəkdim. Müşfiq müəllim bir bəh elədi, xoşu gəldi, gördün də. Dedi ki, orada nətər olur ki, siz bütün dinləri qəbul edirsiniz. Özünüzün belə möhtəşəm dininiz olan. O da deyir ki, o quru da bu, həmən bu Avropalı deyir ki, Radhanat Swami olur da. Ona deyir ki, it yəsini hansı geyimdə gəlsə tanıyacaq. Oy. İstər hətta lüt gəlsə belə, başqa bir yerdə rast gəlsə belə ona tanıyacaq da. İndi mən əgər öz yiyəmi hər hansı bir libasda tanımıramsa, deməli mən o itdən pisəm. Bu dini fanatiklərin gözü nədən bilən alt-üst eləyir də baxışlarını, bilin, fanatiklərin. Bu da elə bir şeydir ki, görürsən, deyir, siz aldığınızı, sevdiyinizi alırsınız, biz aldığımızı sevirik. Burada çox dərin, müdrik məna var. Hər bir şey son nəticədə gedib bağlanır insanın ruhi can olmağına, Tanrının şəxsiyyəti olmağına və bir ruhi canla Tanrının arasında münasibətlərin bərpa olmasına. Hər şey sonunda gedib ora bağlanır. Bilirsiniz, hər bir məsələnin elə bir ki, açılışı. Onlar yox, lazımdır. Hər bir məsələ... Ay Lakşmi, özür istəyirəm. Lakşmi, Nandiniyada denəndə, ana. Hər bir məsələnin açılışı gedib ora bağlanır. Məsələn, düşünürsünüz ki, bu fikrin alında nə hansı müdriklik dayanır. Son nəticədə məsələ gedib ora bağlanır. Oradan qaynaqlanır. Həm gedib ora bağlanır, həm də oradan qaynaqlanır. Ki, hər hansı bir şey deyəndə ki, bu belədir, hər hansı bir ənənə, hər hansı bir adət. Son nəticədə gedib birləşir həmən o məsələyə. Ki, biz ruhi canıq, bu ətinə sümük deyilik, Tanrı şəxsiyyətdir və bizim onunla aramızda sevgi münasibətləri var. İndi məsələ bundadır ki, hər bir şeydə, burada baş verən hər bir şeydə Tanrının iradəsi var. Həm də ki, onun müəyyən bir planı var. Yəni, insan fikirləşsə ki, elə mən öz başımayam. Bizim o müstəqilliyimizin müəyyən bir həddi var. Müstəqilliyimiz bizim asılıdır köhnə həyatımızdan yığdığımız karmanın miqdarına. Karmamız, köhnə həyatımızda yığdığımız günahlarımızın əks təsirləri 70%, 75% təşkil etdiyi halda bizim müstəqilliyimiz təşkil edir 22%, 20%.
Bu karma qanunun bu cür qoyulmağı o deməkdir ki, insana müstəqilliyini müəyyən şərtlər daxilində verirlər ki, onu necə istifadə edəcək. Yəni müstəqilliyindən insan düzgün istifadə edəndə o genişlənir, artırırlar. Müstəqillik artır. Amma müstəqillikdən düzgün istifadə eləməyəndə onu daha da məhdudlandırırlar. Belə olan halda insan bədənini tərk edəndən sonra insan gibi heyvan bədənində alır. Ağac da olur, həşərat da ola bilir. Bu bilirsiniz nə deməkdir? Bu müstəqilliyin məhdudlanması deməkdir. Ağac hara tərəfləşə bilər? Durub bir yerdə. Onlar heç sevgidə də baxsaz, biologiyada oxsaz, ağaclar bir-birinə tərs sevirlər. Onlar üçün bir dəhşətli bir şeydir. Külək apardı nəsə. Aparmadı, nə sevgi. Külək nəsə apardı, bundan ona. Ona görə biz müstəqilliyimizdən sui-istifadə eləyəndə bu kainat qanunudur, karma qanunudur, kainatın qanunudur. Möhkəm qanundur, başa düşdünüz? Müstəqilliyimizdən sui-istifadə eləyəndə bizi məhdudlandırır. Kosmos bizi məhdudlandırır, kosmik qanunlar bizi məhdudlandırır. İndi burada da həmən bu sözün özündə də bir müstəqilliyə, bir qeyri-müstəqilliyə işarə var. Fikir verirsiniz. O jurnalist demək istəyir ki, bəs insan müstəqilliyi. Başa düşdünüz? Yəni siz belə məhdudlandırırsınız ki, yox, mütləq valideyni seçən qızı almalıdır, valideyni seçən oğlan ərə getməlidir. Yəni adamlara çox, insanlara çox müəyyən mənada yer eləyir ki, bəs bizim azadlığımız, bəs bizim müstəqilliyimiz. Bizim azadlığımız, müstəqilliyimizin fəlsəfəsi bilməyəndə insan ondan sui-istifadə edir. Və bu da gətirir, çıxardır o insanın özü üçün o qədər problemlər açır insana. Məsəl üçün doğulur, insan doğulubdur, müəyyən istənilən insandır. Doğulubdur, həyatında o qədər anlaşılmazlıqlar var ki. Elə deyir. Həyatında, istənilən insanın həyatında o qədər anlaşılmazlıqlar var ki. Xoşu gəlmir nəyinnənsə, bəyənmir nəyisə, nədəsə ədalətsizlik görür. O qədərdir ki, kimə nə eləmişəm, sual işarəsi kimi gəzir hamı. Bunlar hamısı, diqqətlə fikir verin, görəsiniz, bunlar hamısı həmən o işarədir ki, insan müstəqilliyindən sui-istifadə eləyəndə ona elə bir şey verirlər ki, o heç özü də başa düşmür ki, bu hardan gəldi. Bu işarədir, bunlar hazır işarədir. Əgər insan həyatında xeyli şeylərdən narazıdırsa, hamıdan narazılıq bu çoxdur. İstənilən insanda həddindən artıq narazılıqdan əlavədə eyni zamanda başına gələnlərdə onun iradəsinin olmadığını baxırsan ki, bu bir şey istəyir, amma başqa bir şey baş verir ondan. Sən bir şeyə can atırsan, sənin qabağa başqa şey gəlir. Bunlar hamısı adama oyanmaq üçündür ki, deyir ki, Azərbaycan dilində belə bir söz var ki, insan qəflət yuxusundan oyanmalıdır ki, onun gözü açılsın, həqiqəti görə bilsin. Bunların hamısı insana qəflət yuxusundan oyanmaq üçündür ki, bu məntiqlər. Bu məntiq ondan ötürüdür ki, insan qəflət yuxusundan oyansın ki, bu niyə belədir? Niyə görə mən bir şey istəyirəm, başıma başqa bir şey gəlir? Bu demək deyilmir ki, bunun arxasında nəsə bir qanun dayanıbdır. Bildiyinə qədər. Ona görə də bizim müstəqilliyimiz o qədər də qiymətli bir şey deyil səndə. Bu da yox, kreslon qoy, bax otur. Yer soyuqdur axı. Yer soyuqdur. Yer soyuqdur. O da soyuqdur da bırak. Tesnote da не возможно. Ona görə bizim müstəqilliyimiz o qədər də qiymətli bir şey deyil əslində. Baxsan, o yerdə ki, haçan insanın lazımı qədər biliyi, həyat haqqında təsəvvürü yoxdur. İnsanın lazımı qədər əgər həyatın mənası barədə düzgün təsəvvürləri yoxdursa, o akademiya oxumuş olsun, universiteti qurtarmış olsun, nə bilim, nə deyirsiniz, bu dünya elmlərindən kəllə olsun. O insanın həyatın mənası barədə biliyi yoxdursa, nə üçün yaşayıram? Hardayam, sonra hara gedəcəm? Əgər insandan bu arada biliyi yoxdursa... Üzr istəyirəm, sözünüzü bağlan kəsin. Deyir, alim olmaq asandır. İnsan olmaq çətin. Hətta bu da bir temadır. Onu da bir dəfə gələk burada qoyaq, söhbət edək. Alim olmaq asandır, insan olmaq çətin. Əgər insanın bu barədə biliyi yoxdursa, o insan mütləqdir ki, onun üçün, belə insan üçün onun müstəqilliyinin heç bir mənası yoxdur.
Niyə görə? Çünki hər addımda o müstəqilliyindən sui-istifadə edir. Müstəqilliyindən. İnsanlar yeməkdə müstəqilliyindən sui-istifadə edirlər. Məsələn, nə gəldi yeyirlər. Bir baxmırlar ki, insan baxmır ki, bu yemək mənim ağzımdan içəri girəndən sonra orada nə eləyəcək? İnsanlar nəyəsə bir şeyə baxanda müstəqilliyindən sui-istifadə edir. Nəyə gəldi baxırlar? Elə deyil. Nəyə gəldi qulaq asırlar? Harda gəldi, nə ilə gəldi, məşğul olurlar. Buna deyirlər müstəqilliyindən sui-istifadə eləmək. Sui-istifadə eləmək demək ki, insan özünün acizliyini görə o gün biz orada kafedə söhbət etdik oğlanla. Deyim ki, insan özünün acizliyini hiss eləməyincə qədər o səmimi ola bilməz. Hələ ki insan mənəm deyir belə. Burada mənəm Bağdadda kör xəlq. Onda o insan səmimi ola bilmir. İnsanın səmimi olmaq üçün gərək birinci özünün məhdudluğunu, bir də acizliyini hiss eləsin. Boynunu alsın ki, biz məhdud və acizik. Elə öz həyatımızın qarşısında məhdud və acizik. Başımıza gələnlərin qarşısında məhdud və acizik. O da qalsın dünyanı başa düşməkdir. O da qalsın taleyimizi, yazımızı başa düşməkdir. Biz məhdud və acizik. Bunlara başa düşəndə insanın içində biraz mütilik yaranır. Biraz dua əhval-ruhiyyəsi yaranır. Biraz bir yalvarış əhval-ruhiyyəsi yaranır. Ki, o başlasın insanın içində bir istəmək əhval-ruhiyyəsi yaranır. Ki, onun içində bir istəmək yaransın ki, nəyisə başa düşməyə buna kimsə kömək eləsin. İnsanın içində kənardan köməyə istək əhval-ruhiyyəsi yaranır. Kənardan ehtiyacı var ki, buna kimsə kömək eləsin. Necə ki, bu dünyanın bataqlığa bənzədirlər. Bu dünya bir bataqlıqdır. Bataqlığa düşən adam özü çıxmaq üçün nə qədər çabalasa, bataqlıq onu soracaq. Özünü çıxarmaq üçün nə qədər can atırsa, bataqlıq onu sorur. Buna lazımdır ki, gərək ayağın altı bərk olan kimsə kənardan bir ağac uzatsın buna. Əlini uzatsın ki, dartsın onu çıxartsın oradan, bildiniz. Bu bizim bu yaşadığımız dünyanın fundamental qanunlarından biri budur. Ona görə də Tanrı Bhagavad Gita'da deyir ki, əgər həqiqəti bilmək istəyirsənsə, yəni hər şey barədə, öz həyatın barədə, başına gələnlər barədə, sən əhatə edən aləm barədə, həqiqəti bilmək istəyirsən, gərək mənim nümayəndəmə üst tutasan. Müraciət eləsən mənim nümayəndəmə. Ustada, ruhani ustada üst tutasan. Tanrı deyirsə bunu, insanın dərrakəli olub-olmağın əlaməti ondadır ki, nə qədər tez başa düşürsə bu Tanrı'nın deyil, o qədər dərrakəlidir. Nə qədər əşi eləyirsə, o qədər insanın dərrakəsi yoxdur. İsa Peyğəmbər də bunu deyir ki, deyirdi Tanrıya, yəni həqiqətə ancaq mənim vasitəmdən gedə bilərsiniz. Başqa yol yoxdur. Mənim vasitəmdən. O özünü bu ustad yerinə qoydu ona görə. İsa Peyğəmbər də ustadır. İndi ona görə də insan müstəqilliyinin biliyi olmadan müstəqilliyini istifadə eləmək, belə bir aksiyom deyim sizə. Biliyi olmadan müstəqilliyini istifadə eləmək insanı cəhənnəmə aparır. İnsanı əzab-əziyyət aparır. Problemlər aparır. Amma biliyi olaraqdan müstəqilliyindən istifadə edən insan həmişə gedir asılı olmayan müstəqil xoşbəxtliyə aparır. Biliyi olaraqdan müstəqilliyindən istifadə eləmək. Yəni ki, biraz da dəqiq desək, insanın biliyi olanda o asıllılığını başa düşür. İnsanın biliyi olanda... Biliyi o deməkdir ki, asıllığını başa düşərsən. А может быть, müstəqil qulluğa aparır bizə? Мы уже добровольно хотим быть слугами, а не свободными. Не мокши, не освобождение, а добровольно быть слугами. Bu, sən dediyin, mənim dediyimin növbəti etapıdır. Yəni bu inkişafın, o istiqamətdə inkişafın növbəti pilləsidir o. Mən hələ onlardan demirəm, mən ən aşağılardan gedirəm, elementarlardan. Ən aşağıda səviyyədə budur ki, hələ ki insan öz rifahını fikirləşən insan, hamı öz xeyrin güdür də. Bu ruhi yol da belədir ki, bu ruhi yol, ilahi yol, bu şeyləri, bu həqiqəti başa düşmək yol da elədir ki, insan burada gərək mütləq özünün xeyrini görsün. Öz vıqıdır, ruslar deyirlər, svoyevo vıqıdır. Öz gərək rifahı, öz xeyri burada görəsən, başa düşün. Belə olanda belə insanlar çox sürətlə gedirlər. Belə insanların inamı güclü olur, bərk tuturlar. Çünki öz xeyrini görür orada. Biri var ki, sənə deyirlər ki, bu tərənnüm elə, bu prinsiplərə əməl elə. Əgər sən öz xeyri orada hələ hiss eləmirsənsə, onları belə bir entuziyazmsız eləyirsən. Entuziyazmın olmur. Xeyrin yəni ki, sən burada nə, sənə burada, şəxsən sənə burada nə gəlir? Şəxsən sənə. Şəxsən sən burada nə əldə eləyəsən?
Bax onu başa düşmək lazımdır. Əgər başa düşmürsənsə, onu soruşmaq lazımdır, öyrənmək lazımdır. Burada adamın mövqeyi dəqiq olmalıdır belə. Dəqiq başa düşməlisən ki, mən burada xeyrim budur və ki, şəxsən xeyrim budur. Yəni ki, deyəndə ki, məsəl üçün insanları dini fəlsəfədən çıxış edib insanlara deyəndə ki, bunu yemə, belə danışma, belə oturma, belə durma, düzdür. Birinci növbədə, ilk növbədə insanların egosuna, yalançı egosuna, insanın yalançı egosuna birinci növbədə bilirsiniz nə gəlir ki, bunu məhrum eləyirlər nədənsə. Bunun haqqını tapdalamaq istəyirlər. Bunun əlindən nəsə almaq istəyirlər. Başa düşdünüz? İlk növbədə insanlara bu gəlir. Ya da onu eləyirəmsə, ona görə nə alacağam? Допустим, если я не ем, что я получу от этого? O gördün, bax bu məni qabaqlayır həmişə. Safiyə məni qabaqlamaq istəyir. Yəni bu istər-istəməz insan yenə öz xeyrini fikirləşməyə məcburdur. Ona görə də ilk dəfə gələn oldu ki, rusca deyirlər uşimləyd prava. Adam uşimlyondur sizsi. Yəni ki, bunu nədənsə məhrum eləyirlər. Başa düşürsən? Şöyle ət yemə deyən, ay nətərim mənə. Bu birinci gələn olur ki, bunun əlindən nəsə alırlar. Başa düşürsən? Bu birinci ağlına gəlmir ki, bunun xeyrinə nəsə deyirlər buna. Bu gəlmir adamın ağlına. Ki, sözü sənin xeyrivə deyirlər. Ay müsəlman. Bu fikirləşir ki, mənim əlimdən nəsə almaq istəyirlər. Ya da deyirlər ki, bəs mantra oxumayan yaşamır məyər? Haşa. Nə yaxud da ibadət eləməyənlər yaşamırlar məsəl üçün. Yaşayırlar da, belə həzz də alırlar filan. Belə artıqlamaz. Amma biz başa düşməliyik ki, insanın müstəqilliyi məhduddur. Bunu başa düşmək, bunu üstündə fikirləşmək lazımdır ki, bizim müstəqilliyimiz məhduddur. Məsəl üçün, ata qızına paltar almaq istəyir. Gör ki, paltarı köhnədir. O qızın əlindən tutur, gətirir mağazinin içinə, qatır mağazinin içinə. Gördünüz? Paltar almağa gələnə qədər o müstəqil deyildi, onun atası həll elədi. Ki, sənin paltarın köhnədir, mən istəyirəm təzə paltar alasan. Mağazinə ötür, düzdür. İndi bunun yerdə qalan müstəqilliyi o mağazində hansı paltarı seçməyindədir. Alıb almamağı o ata həll eləyib, başa düşdünüz. Bizə dənə buna qalıb ki, indi özün bilərsən hansı seçərsən. Sən hansı seçsən, seç təzə paltar olsun. Gördünüz, bizim müstəqilliyimiz hardadır? Yəni ki, 70% bizim köhnə əməllərimizin əksi kimi həll olunubdur. Biz necə yaşamalıyıq? 22% saxlanılıb ki, biz həmən o 70%-in içində də müəyyən bir müstəqilliyimiz. Ne üçün? Çünki müstəqilliyimiz olsun. Ne üçün? Çünki müstəqillik son nəticədə ən ali məqsəd ondan ötürü ki, insanın ürəyindəki sevgini oyatsınlar. O müstəqilliyin əslində ən ali mənada, mahiyyəti ondan ibarət ki, insanın qəlbində sevgi var. Ülvi sevgi. Dünya sevgisi yox. Ülvi sevgi. Ülvi məhəbbət. Pak. Tanrıya olan. Bax, onu oyatmaq üçündür. Çünki sevgi elə bir şeydir ki, o müstəqil olmayan yerdə uyanmaz o. İnsana görə müstəqillik verəsən ki, o sevsin və ya sevilsin. Bu mənada da görürsən ki, Quranda da görürsən deyir ki, məcburiyyət yoxdur. Tanrı deyir ki, mənə heç kimi məcbur eləmə, ibadət eləmə. Amma oxuyursan, başa düşürsən ki, məcburiyyət yoxsa da bizim müstəqilliyimizdən düzgün istifadə eləməyə, bizi öyrədilməyə ehtiyac var. Kimsə bizi buna öyrətsin. Ona görə də qızın kimisə sevməyi, oğlanı kimisə sevməyi, ailə qurmağında da bir müstəqillik elementi var. Hamı bu müstəqillikdən tutubdur. Deməli, biz belə dedik ki, biliyi olmayan müstəqilliyindən istifadə etməyə çalışanda o mütləq özünü aparır istiraba, əzab əziyyətlərə. Bu həyatında və gələcək həyatında. Bilirsiniz nələrə? Özü də başa düşmədən başına gələn hadisələrə. Amma biliyi olaraq müstəqilliyindən istifadə edənlər, onlar gedirlər. Можно потом пример привести, когда вы закончите? Hə, olar. Onlar gedirlər möminliyə, paçlığa, təmizliyə, ülviliyə, məhəbbətə, sevgiyə, heç nədən asılı olmayan daxili məmnunluğa. Çünki məmnunluq xoşbəxtliyin birinci hissəsidir. Məmnunluq olmayan yerdə xoşbəxtlik olur. İndi biz müstəqilliyimizdən dedik ki, bizim müstəqil hüququmuz var ki, kimisə sevək. Kiməsə vuruluruq. Bu bizim müstəqilliyimiz var. Aha. Amma biz dedik ki, axı bizim müstəqilliyimiz məhduddur. Müstəqilliyin məhdud olmağında məqsəd insanı azadlıqdan müstəqillə məhrum eləmək deyil. Məqsəd ona düzgün getməyə korrektirat eləməkdədir. Başa düşdünüz nə deyirəm? Yəni kainatın bu qanunu var, karma qanunu ki, insanın müstəqilliyi məhdudlandırır. Bu məqsədi insanı məhdudlandırmaq deyil elə. Əl-qolunu bağlamaq deyil, bilirsiniz? Onun arxasında Tanrının bir mərhəməti var. O özü bir mərhəmətdir.
Yəni valideyn uşağını məhdudlandıranda onun üstündə ağalıq eləyib ona zülm vermək üçün məhdudlandırmır ki, onu məhdudlandırır ki, onu korrektirovka eləyir. Onu yəni getdiyi yolu müəyyən istiqamətləndirmək üçün onu məhdudlandırır. Onun xeyrinə. Onun xeyrinə ki, ay bax belə getmə, bax biraz bu tərəfə get. Sənin yolunu düzəltmək üçün korrektirovat eləmək üçün səni məhdudlandırırlar. Ona görə də görürsüz ki, insanın müstəqilliyini 100% əlindən almırlar. Deməli bir qapı saxlayırlar. Başa düşdünüz? Bir qapı. Elə bir ki, necə ki bu otaqda oturmuşuq, hər tərəfdən çıxış yoxdur, amma bir dənə çıxış yeri var orada, qapı var oradan çıxmağa. Bizim müstəqilliyimiz o deməkdir ki, hər tərəfdən bağlıdır, amma balaca bir qapı qoyulub ki, bax buradan çıxa bilərsən. Əgər özü burada düz aparsan. Özü düz aparsan oradan çıxarsan. Düz aparmasan qalarsan burada. İndi ona görə də bu dünya insan fikirləşsə ki, bu dünya adamın istədiyi kimi yaşamaq istədiyi bir yerdir, onun səfehliyidir. Adam başa düşməlidir ki, burada çoxlu miqdarda insanı məhdudlandıran qanunlar külliyyatı var. Çoxlu miqdarda. İndi bu Tanrının məhəbbətidir, məhrəmətidir ki, insanı elə saxlayır ki, o müəyyən mənada özünü azad hiss edir. Hiss edir ki, azadam da, nə istəyirəm eləyə bilərəm. Bu onun Tanrının mərhəmətidir. Onu yaradır ki, qoy insan özünü ugnitsiondur deyirlər rusca, özünü belə sarsılmış, alçaldılmış, alçaldılmış hiss eləməsin. O həmişə özünü belə şəxsiyyət kimi hiss eləsin həmişə. Çünki Tanrının sevdikləri də hamısı burada. İstənilən halda o çox istəyir hamını. Amma insanın lazımı savadın olmaması, lazımı biliyin olmaması ona azadlığı ilə asıllığın miqdarını bilməməyə gətirib çıxardır. Məsələn, insan başa düşmür ki, nə qədər azaddır, nə qədər asılıdır. Nə qədər azaddır, nə qədər asılıdır. Qız uşağı evdən çıxanda, evdə baxır tərbiyə olunan ailədə. Məsələn, o hiss eləyir ki, nə qədər bu azaddır, nə qədər atasının qəzəbindən asılıdır. Məsələn, atasının qəzəbi də var, məsəl üçün də. Amma atasının qəzəbi o qədər deyil ki, bu nəl qolun bağlasın. O hiss eləməlidir ki, hara qədər o azaddır, hardan sonra başlayır atanın qəzəbi. Məsələn, o xətti keçsəm, atanın qəzəbi ilə rastlaşacam. Bu təbii olaraq ki, bunu hiss eləyir də biz. Qız uşağı, oğlan uşağı. Eləcə də ölkənin prezidenti də müəyyən qanunlar qoyub ki, insanlar görsən gəlirlər ora qədər. Ora qədər hiss eləyir ki, azaddır. Oradan o tərəfə deyir ki, buradan keçsəm, ölkədən, hökumətdən nəsə bir dənə mənə gələcək. Sanksiya gələcək. Başa düşdünüz nə? Bu mənada da kainat da bu cürdür. Fikirləsən ki, kainat belə deyil, kainat da bu cürdür. Kainatın da qanunları bizim içimizdən işləyir. Hər bir insan mini kainatdır. Kainatın qanunları bizim ürəyimizdən işləyirlər. Başa düşdünüz? Elə çöldəkilər yox ki, bizim ürəyimizdən də işləyən qanunlar var. Bütün bədənimizin orqanları mələklər tərəfindən idarə olunur. Hamısı. Hər bir orqanımız. Bizim ürəyimizdən, ruh orada ürəkdə olduğuna görə bizim ürəyimizdən bu qanunlar işləyir. Ona görə bizim indi o mövzunun üstünə konkret gəlməmişdən qabaq birinci onu deyim ki, çünki bu başqaları da dinləyəcək. İlk növbədə anlaşılması ki, teoretik olmuş da anlaşılması ki, mən ətlə sümük olan bədən deyiləm, mən ruhi bir varlığam. Bu bədən mənim üçün əti sümükdür, mişokdur, bir kisədir. Ət, qan, sümük, sidik, nəcis kisəsidir. 24 saat sutkada çirk ifraz edir. Başa düşürsünüz? Tüklərimiz, dırnaqlarımız, bunların hamısı çirkdir. 9 qapılı şəhərdir, Bhagavad Gita'da deyilir, Tanrı deyir, 9 qapısından da çirk çıxır. Bunlar hamısı ona görədir ki, iyrənək. Bunlar hamısı ona görədir ki, qəflət yoxsundan oyanaq. Yəni ki, illüziya girməyək. Görək ki, nədən ötürü can qoymağa dəyər, nədən ötürü yaşamağa dəyər bildiyi, nədən ötürü vaxt həsb eləməyə, enerji verməyə dəyməz. Yəni ki, bu dərrakəmizi həqiqi yaxşı ilə, xeyirlə, şəri seçməyə köhləmək üçündür bunlar. Dərrakəni həqiqətən yaxşı nədir, pis nədir, xeyir nədir, şər nədir, onun üstündə kökləmək üçündür bunlar. Bilmək. Kökülürsən, çünki dərrakədən asıl olur insan həyatı. Bunu biləndən sonra ki, mən ruhi canam, bədən deyiləm və mən əbədi bir varlığam və mən həzz alan da ruhdur, istirab çəkən də ruhdur, xoşbəxt olan da ruhdur, məmnun olan da ruhdur, azadlığa can atan da ruhdur, müstəqillik arzulayan da ruhdur, depressiya düşən də ruhdur. Bunların hamısı ruhdur. Cisimlə bizə gələn nədir? Cisimlə. Cisimlə gələn, bədənlə bizə gələn demək olar ki, heç nə yoxdur. Bədənlə bizə gələn ancaq bizim
yalançı egomuzdan doğan istəklərimiz. Vəssalam. Bədənlə bundan başqa bədəndən heç nə gəlmir. Yerdə qalan dəyərli şeylərin hamısı ruha aid olan şeylər. Değerli. Ha. Dəyərli nə varsa olan hamısı insanın Beden ruhuna aiddir. hastalıklar var. Ruhuna aiddir. İnsan ruhu əbədi yaşayır. Əbədiyyətdən gəlib, əbədi yaşayır. Bu dünya da onun üçün əbədi bir yerdir. Ona görə də heç kim ölmək istəmir. Heç kimi ağcaqanad da ölmək istəmir. Onu vurmaq istəyəndə qaçır. Deyirsən ağcaqanadsan da nə var? Yox, ölmək istəmir, qaçır. Milçək də ölmək istəmir. Ölməmək istəyir, görürsünüz, hər bir canlının canındadır. Bunların hamısı oyanmaq üçündür. Dərrakəni oyatmaq üçündür ki, daim insanın ağlı bu şeylərə, bu məntiqlərə meditasiya eləməlidir. Ki, həmişə oyaq qalmaq üçün. Çünki yuxu basır adamı ayaq üstə gəzə-gəzə. Amma baxma ki, küçədə insanlar ora-bura gedib gəlirlər, hə. Amma həqiqət nöqteyi nəzərindən insanların hamısı yatıblar. Qəflət yuxusundalar. Fil qulağında yatıblar. Onda buradan çıxış eləyəndə ki, mən ruhi şəxsiyyətəm, bədənim də maddidir və biz görəcəyik ki, bədənimizlə olanların, ruhumuzla olanların arasında 180 dərəcə əkislik var. Düzdür? 180 dərəcə əkislik var. Və bunu götürüb həyatın hər yerinə tətbiq eləyəndə istənilən müşkülün cavabı çıxır. Yəni, mənim ruhum həmişə gözəldir, amma bədənim birazdan eybəcər bir şəkilə düşür. Hə? Qocalırsan, dərin gözün qırışır, dişlərin tökülür, saçların ağarır, olursan eybəcər bir şey. Baxmayaraq ki, insanlar bundan da nəsə tapırlar, amma hamı bunun boynunu almalıdır ki, yaşlı adam bədənində elə bir gözəl bir şey yoxdur. Yaşlılığın gözəlliyi var, ola bilər. Amma ümumiyyətlə baxanda, ola bilər, o heç, onu demirik. Amma ümumiyyətlə biz zahirdən söhbət edirik. Yaşlı bədəndə elə bir gözəllik yoxdur. Dişi tökülüb, saçı ağarıb, sifəti qırışır. Nə var orada? Özlərinə təsəlli verir ki, hər yaşın özü. Hə, o heç, biz onu bilirik. O aydındır. Amma söhbət ondan gedir. Söhbət sırf zahiridən gedir. Düzdür. Yəni ki, bədən qocalır, əybəcər bir şəkilə düşür, amma ruh əbədidir və həmişə gözəldir. Həmişə təravətlidir. Bir. Bədən cəhalət yığıncağıdır, dayanmadan çirki fraz edir. Düzdür. Amma ruh həmişə biliklə doludur. Ruh bilir, hər şeyi biləndir. Bizim ruhi şəxsiyyətimiz hər şeyi bilir. Düzdür. Bir də bədən daim istirab gətirir bizə. İstirabın həzzi, istirabı həzzindən qat-qat çoxdur. Az-çox yaşayanlar başa düşürlər. Görürlər ki, bizim istirabı həzzindən çoxdur. Nə qədər insan həzz verməyə çalışsa da öz bədəninə, hər kəs özü ilə təhlikdə qalanda o hiss edir ki, o bədəndən nə hansı istirablar gəlir. Bədənlə gələn istirablar oğluşdur, xəstəlikdir, qocalıqdır, ölümdür, başqalarının bizə verdiyi istirablardır. Ağlımızın bizə verdiyi istirabdır, öz ağlımızın. Ağıl gör adamlar nə günə qoyur ki, onlar siqaret çəkirlər, araq içirlər, narkotika gedirlər, fahişəlik eləyirlər, qumar oynayırlar, Özlerini öldürürler. depressiya düşürlər, özlərinə qəsd eləyirlər. Sonra onlar bu qədər həngamə qruplar 120 mərtəbəli, 180 mərtəbəli evlər tikirlər, yerin tərkindən benzin çıxardırlar. Nə bilim, bunlar hamısı ağlın bəlalarıdır insandan başına. Bir stəkan su içəcəkdir, 800 cür butulkada su istehsal edirlər. Bunlar hamısı ağlın narahatçılıqlarıdır, bilirsiniz nə deyir? Hələ bu sadalasaq, mən gərək sabaha qədər sadalayım, başa düşürüz. Dayanmadan. Bunlar hamısı insanın ağlının narahatçılığıdır. Gör ağıl adama insana nə qədər zülüm verir. Hansı ki, heç özü də bilmir ki, Hasan öləcək. Birazdan öləcək. Amma ağıl bunu o qədər enerjisini hər şeyə sərf elətdir ki, bunun həyatın mənası barədə düşünməyə heç vaxtı da qalır. Düzdür? Gördüyünüz istirab gətirir. Amma ruh həmişə həzz içindədir. Həmişə həzz içindədir. Buna sübut, söhbətlərdə hamısı bir-birinə həmişə bir adam qəmli, kədərli oturanda gəlib deyirlər, ruhdan düşmə. Nə deyirlər, ruhdan düşmə. Nipal deyir, duxum. Ruhdan düşmə. O sözü niyə deyirlər? Kədərli oturan adama deyirlər ruhdan düşmək. Çünki ruh həmişə həzz içindədir. Həmişə həzz içində. Yəni deyir ki, ruhi platformadan düşmə, orada qal həmişə. Yəni başa düş ki, sən ruhsan, onda bu istirabların qabağında, sən bu istirabların qabağında cəhalətli olanda, biliksiz olanda insan düşür, depressiya, kədər, qəm basır onu. Amma onun biliyi olsa, xeyirxahlıq qonasına, bilik xeyirxahlıq qonasının işarəsidir. Onun biliyi olsa da, o xeyirxahlıqda olanda, cəhalətli olmayanda, onda o insan ruhda qalır. Ruhdan düşmür. Ruhdan düşmə sözü bu deməkdir ki, yəni ki, kədərə qapılma. Sənin ruhun həmişə həzz içindədir. Amma bunun üçün axı insana cəhalətindən olmaz.
Cəhalət insan, cəhalətlə qidalanır, cəhalətin içindədir insan. Gözdən girir cəhalət, ağızdan girir cəhalət, burundan girir cəhalət, qulaqdan girir cəhalət, odur insan cəhalətlə dolur. Bu cahil insan heç vaxt ruhda qala bilməz. O həmişə düşünləşir, depressiya gedir o. İnsan həmişə qəm-kədər içində olur. Belə insan həmişə düşdüyü problemlərdə başqalarını günahlandırır və günahlandıranda bu insan problemləri 1-ə 10 qat artır. Biraz da artır. Ona görə də bu əsasda, yəni ki, mən ruham, cisim deyiləm. Biz görəcəyik ki, insanın ruh kimin rifahları, dəyərləri, onun xeyrinə olan şeylər, cisim kimi olanların əksinədir. Başa düşdünüz? Buna görə də özünü cisim sayanlar, cisminə aid olan şeyləri ancaq özünün xeyrinə bilirlər. Ruhuna aid olan şeyləri onlar xeyrinə başa düşmürlər. Ona görə də cəhalətin bir elementi odur ki, insanlar xeyrinə olan şeyi, ziyanı kimi başa düşürlər. Ziyanlı olan kimi xeyri kimi. Əksinə hər şeyi tərsində başa düşürlər, bildiniz? Bu cür düşüncə tərzində olan insanla danışanda ki, biz sevdiyimizi, siz sevdiyinizi alırsınız, biz aldığımızı sevirik. O insan bunu başa düşmür. Başa düşdünüz? İndiyə qədər danışdıqlarım hamısı ondan ötürüdür ki, başa düşək ki, insan içində, hələ ki dərrakəsində kökləməyib o faktor için, nə qədər buna cismin aid olan şeylər istirab gətirir. Nə qədər o qeyri-səmimidir. Nə qədər o biliksizliyindən, müstəqilliyindən sui-istifadə edir və ondan gələn nəticələr bu başına nə oyunlar açır ki, insan ayılsın, başa düşsün ki, müdriklikdə qoyulan məsələlər mənim əbədi olan ruhumun təbiəti üçün rifahdır. Cismim üçün rifah görünməyə də bilər. Çünki axı bunlar təbiətcə bir-birinin əksinədir. Ona görə Məhəmməd Peyğəmbər sallallahu deyirdi ki, cisminizə nə qədər həzz verirsinizsə, ruhunuz o qədər istirab çəkir. Cisminizə nə qədər həzz verirsinizsə, ruhunuz o qədər istirab çəkir. Bu qanundur, bilirsən bu. Məhəmməd Peyğəmbər sallallahu müdrikdir. Bu o sözü elə deyir ki, qanun kimi. İnsanın dərrakəli olmağı bunu nə qədər tez başa düşməlindən asılıdır. Nə qədər tez başa düşsə, o qədər dərrakəlisən. Bunu başa düşmürsənsə, əşi deyib yaşayırsansa, sənin dərrakən yatıbdır. Sənin dərrakən demək olar ki, yoxdur. Yox kimidir. Belə dərrakə yox kimidir. Başa düşürsən. İndi ona görə də, əgər indi sevgi bu münasibətlər dünyasında münasibətin pikidir. Biz dedik ki, mən ruhi canam, əbədiyəm, istirab yox, həzlə doluyam və mənim Tanrı şəxsiyyətdir və mənim onunla sevgi münasibətlərim var, o ürəkdədir. Onun üstü örtülüdür. Onun üstünü açmaq üçün müəyyən praktikadan, prosesdən keçməlidir insan. İndi baxın, bu dünya, Azərbaycanda belə bir deyinti var, deyirlər, dünya bir pəncərədir, hər gələn baxar gedər. Sən vərəq götürüb yaza da bilərsən, çünki yaddan çıxır sonra. Əlavə eləmək istədiyi bir sualı. Bir də vərəq ruçka olanda üstü-üzdə. Söhbət əsnasında sual çıxanda yadınızdan çıxmasın, o yazırsan, qoyursan oraya. Sonra bu sualı verəcəm. Yaxşı şey. Bu belə olmalıdır, yaxşı, gələcəkdə. Məsəl üçün, biz fikirləşsək ki, Azərbaycanda bir deyinti var. Deyirlər, bu dünya bir pəncərədir, hər gələn baxar gedər. Süleyman Peyğəmbərə qalmayan dünya kimə qalacaq? Hamı bilir ki, heç kim, hamı bu dünyadan heç nəsiz gedir. Hamı bilir. Möminlər, müdriklər, ağsaqqallar, qocalar, hamısı bilirlər. Bu sözü tez-tez işlədirlər. Bu dünyadan heç kim heç nə götürmür. Hamı buradan əli boş gedir. Ona görə də əgər fikirləşsək ki, baxın hələ, biz gendən gələcəyik mühazirənin mövzusunun üstünə. Fikirləşsək ki, biz əgər heç nə qalmırsa, əgər bu dünya bir pəncərədirsə, hər gələn baxar gedər, heç kim özü ilə gedəndə heç nə aparmırsa, Süleyman Peyğəmbərə qalmayan dünya heç kimə qalmırsa, düzdür? Onda məntiqi olaraq fikirləşmək olar ki, məntiqdir, başa düşürsünüz. Amma məntiqi olaraq fikirləşmək olar ki, bəs niyə görə kiməsə deyirlər ki, belə giyinmə, belə giyin. Belə oturma, belə otur, belə danışma, belə danış. Belə ərə getmə, belə get. Belə evlənmə, belə evlən. Bu yeməyi yemə, bunu ye, düzdür? Onda məntiqi olaraq çıxar ki, o kim ki istədiyi yeyir, istədiyi deyər ki, Rus demişsən, skakoy stati. Nəyə görə? Onsuz da heç kim buradan əli boş gedir. Sən də öləsən, mən də öləcəm. Düzdür? Qayda qanunlara əməl eləyən də öləcək, eləməyən də öləcək. Ağbirçəyin ağsaqqalının sözünə baxan da öləcək, baxmayan da öləcək. Tanrıya ibadət eləyən də öləcək, eləməyən də öləcək də.
Və gedəndə də hamı əli boş gedəcək, düzdür? Niyə görə onda mən istədiyimi eləməyim burada? Məntiqdir da. Niyə görə istədiyimi eləməyim? O da ölür, mən də ölürük, hamımız ölürük. Bəyən möminlər ölmürlər. Bəyən paryadiçli insanlar, mədəni insanlar ölmürlər. Bəyən başqalarına xeyirxahlıq eləyənlər ölmürlər. Niyə görə hamıya xeyirxahlıq eləyəm? Mən hamıya pislik eləyəcəm ki, mənə xoş olsun. Məntiqdir də, hə? O da öləcək, mən də öləcəm. Bu inanın ki, bu cür düşünən insanların sayı çoxdur. Lap çoxdur. Və bu suala insanlarda cavab yoxdur. Невежественная логика, да? Hə, amma əksəriyyətdə bu suala cavab yoxdur. Cavab yoxdur. Düz deyib, bəlkə insanlar hiss eləyirlər ki, bunun cavabı var. Amma mən əmin edirəm ki, sizə, mən ünsiyyətdə olduğumuz insanların 99%-ində bu suala cavab yoxdur. Bunu siz nədən görə bilərsiniz? Adamların həyat tərzindən. Həyat tərzinə baxanda görsən ki, insan bu sualın cavabını tapmayıb. Ona görə də görsən nazlo yaşayırlar. Nazlo. Başqalarının acığına da. Ki mən Ну, больше всего зло мы себе приносим, когда так думаем. Bəli, belə olanda özümə daha çox ziyan vururam. İndi ona görə də baxın, onda bəs bu məntiqin cavabı nədir? Bəs biz onda nə ilə gedirik bu dünyadan? Bəs bu məhdudiyyətlərin dalında nə müdriklik durur ki, belə oturma, belə dur, belə danışma, belə danış, belə yemə, belə ye, belə özü aparır. Bunların dalında bu çərçivələrin, qadağaların, məhdudiyyətlərin dalında nə durur? Ki, bu dünyadan heç nə ilə gedən insana, əli boş gedən insana müəyyən qadağalara, çərçivələrə əməl eləmək lazımdır. Nə durur? İslam nöqteyi nəzərindən desə, müsəlman dinin nöqteyi nəzərindən desə, deyirlər ki, cənnət cəhənnəmdir. Yəni, əməl eləsən, cənnətə gedənlər olasan, əməl eləsən, cəhənnəmə gedənlər olasan. İndi buna da insanlar, buna da gərək insanda müəyyən bir içində potensial olar ki, insan buna inana və buna əməl eləmir. İçəridə insanın ürəyində müəyyən potensial olmalıdır. Bizim nədir potensial? Xeyirxahlıq potensialı olmalıdır. Xeyirxahlıq. Yəni ki, insan həyatında xeyli xeyirxah əməllərlə məşğul olmalıdır ki, onun içində ürəyində bir potensial olsun ki, bu fikrə inansın, qəbul eləsin buna. Həyatında bunu bir şüar eləsin ki, mən öləndən sonra cəhənnəmə gedə bilərəm, ya cənnətə gedə bilərəm. Bu insanda, hər insanın içində bu potensial yoxdur. Çox adama bu sözü desən də, eşitsə də, zahirən təsdiq eləsə də, həyatında tətbiq eləməyə bu insanda heç hal-əhval da yoxdur. Heç istək də yoxdur ki, bunu həyatına tətbiq eləsin. Amma belə ola bilsin ki, bir ant yeri kimi qəbul eləsin ki, hə, belə bir şey var. Deyir, rus demişkən, dapuskayetsən. Belə bir şey. Допустим. Yəni, dapuskayetsən. Yəni, buna bir ehtimal var. Başa düşdünüz? Amma həyatında tətbiq eləməyə qüdrəti yoxdur heç bir insan bunu. Bu nöqteyi nəzərdən yenə sual olaraq qalır bu məntiq. Niyə görə əli boş gediriksə, Süleyman Peyğəmbəri qalmayan dünyadırsa, bir pəncərə açan baxıb gedirsə, niyə görə qadağalar var? Niyə görə məhdudiyyətlər var? Niyə görə qayda var ki, sevdiyini valideynin tapdığı oğlana qız ərə gedir? Bu bir qadağadır, görürsünüz, bu bir çərçivədir, bir məhdudiyyətdir. Başa düşürsünüz? Müəyyən bir müstəqillikdən məhrumiyyət var burada. Amma niyə görə yaxşı? Belə olanda Avropa mədəniyyəti belə yaranıb da. Onlar məhdudiyyətlərin, çərçivələrin dalında duran, başa düşmədiklərinə görə onlar ona abuza kimi baxırlar. Yükdür. Rədd edir. Niyə görə? Biz azadıq. Azadıq biz. Biz azadıq yeməkdə, içməkdə, sinsi əlaqədə, biz azadıq geyimdə, keçimdə, azadıq. Düzdür. Ona görə bax bundan doğubdur. Yəni ki, biz bu dünyadan əli boş gedirik. Süleyman Peyğəmbərə qalmayan dünyadır bura. Amma qadağalar, məhdudiyyətlər, çərçivələr vardı və biz onların fundamentində duran müdrikliyi başa düşmədiyimizə görə Avropa mədəniyyəti alınıb. Avropa mədəniyyəti o deməkdir. Amerika mədəniyyəti o deməkdir. Rusiya mədəniyyəti bu deməkdir ki, ruslar indi bu gündə yaşayırlar. Nə mənada ki, onlar deyir ki, bu qadağalar birazdan insan onun fəlsəfəsini başa düşməyəndə yük olur adam. Onlar yük kimi baxırlar. Cavan oğlanlar, qızlar məsəl üçün də, hə? Məsəl üçün, birazdan burada da onlar baş verəcək. Düzdür, indi metroda girirsən, baxsan ki, cavan oğlan durdu, yaşlı adama, qadına, qıza, ayağına durur da. Məsələn, düzdür, bu bir, görürsünüz, bu bir yaxşı bir adətdir, ənənədir, qəşəng, yaxşı, gözəl bir şey. Amma birazdan elə bir nəsil yaranacaq ki, Bakı şəhərində, elə bir nəsil yavaş-yavaş peyda olacaq, düzdür. Onlar buna artıq bir şey kimi baxacaqlar. Niyə görə? Deyəcək, girəndə 20 qəpik o verib, 20 qəpik də mən. Niyə durmalıyam ki? Mən Ukraynada oxuyanda Kiyevdə, mənim yanımda yerli uşaqlar vardı, Mesni. Onlarla şəhərə çıxırdıq, tramvaya minirdik. Bir də yaşlı qadın gəndə mən tez yerimdən dururdum da. Mən Azərbaycanlı kimi tərbiyə olmuşam. Onlar otururdular da. Bir də düşəndə görsən mənə belə gülümsənirdilər ki, deyir, nəyə durursan ki? Nəyə durdun? Gör nə qədər yolu ayaq üstə gəlmisən.
Deyirəm ki, bəs nətər ağ bir şey qadın da axı. Deyir, 20 qəpik verir, 20 qəpik də sən. Bax, onun məntiqinə baxın. Niyə durmalıyam? Başa düşdün nətəri? Bax, bu cür bütün bu qadağaların, məhdudiyyətlərin arxasında bax belə qaydalar durur ki, o qaydaların fəlsəfəsini, elmini bilməyən yerdə o qaydalar yük olurlar. Adamlar yavaş-yavaş baxırlar yük kimi baxmağa. Bax, bu Avropa mədəniyyətinin fundamentidir. Avropa mədəniyyəti fundamenti bax budur, bildiniz? Bunun üstündə yaranıb Avropadakı azadlıq ki, insanlar ora can atırlar ki, Avropada azadlıq var. Azərbaycanda belə məhdudiyyətdir, ağsaqqal sözü, ağbirçək sözü, qayda, qanun, el adəti filan bunlar bezdirir insanları. Biz niyə görə? Çünki onlar o fəlsəfəsini bilmirlər, elmini bilmirlər. Bax, gəldik söhbətin əlinə çıxdıq. Yəni insan özünün orada rifahını görə bilmir, öz xeyrini görə bilmir ona görə. Bax, biz bunu bilməliyik, bu barədə sual verməliyik, bu barədə soruşmalıyıq. Nə üçün bunlar var? Özdə keçmişdən gəlirlər. Ha, keçmişimizə qayıtsaq, babalarımıza, nənələrimizə, atalarımıza, onların babalarını soruşsaq, görəcəyik ki, həmən bu qayda qanunları onlar bizdən stroq əməl ediblər. Bizdən də stroq olub. Düzdür? Soruşsanız görəsiniz. Niyə görə? Çünki ora getdikcə insanlarda bu barədə bilik var idi. Onlar bilirdilər, söhbətlər edirdilər, müzakirələr edirdilər, izahlar edirdilər ki, bu buna görədir. İndi ona görə də belə bir şeyin gəlib üstünü çıxır ki, deməli buradan biz əliboş getmirik. Buradan ruhi şəxsiyyətimiz, bizim ruhi şəxsiyyətimiz, o münasibət acıdır. Münasibət acıdır. Acdır. Münasibətdən ötürü ölür insanlar. Biz fikir versək görəsəkdir, bu maddiyyat dünyasında da insanlar bir-birindən bir şey alıb satanda, bir şeyində münasibətə daha çox üstünlük verirlər. Münasibət dünyasıdır. Başa düşdünüz? Ona görə də gəldik çıxdı onun üstünə ki, bu dünya münasibət dünyasıdır. Bu barədə bir əməlli başlı geniş seminar açmaq olar ki, münasibət dünyası. Dünya münasibət dünyasıdır. Və qadağalar, qorxular, çərçivələr bizə maddiyyatı elə istifadə eləmək ki, onlar bizdə həmən o münasibətləri inkişaf elətdirsinlər. Ona görədir. Ona görədir ki, ağbirçəyin, ağsaqqalın sözünə baxmaq lazımdır. Ona görədir ki, evlənəndə atanla, ananla məsləhətləşmək lazımdır. Ona görədir ki, kiçik görəndə, böyük görəndə özü belə aparmazdır. Bütün bu qayda, qanunlar, adətlər, ənənələr, etika, estetika qaydalar, bunların hamısı buna görədir ki, bu dünya münasibət dünyasıdır. Və sən gedəndə tam əli boş gedən deyilsən. Maddiyyat nöqteyi nəzərindən əli boş gedirsən. Ha, ana mənəviyyat nöqteyi nəzərindən, ruhaniyyət nöqteyi nəzərindən sən əli dolu gedəsən. Yəni ki, sən burada özünü necə aparmısan? Sən əli yük olacaq, nə əldə eləmirsən yox. Başa düşdürsən? Nə qədər pulun olub heç kimin vecnə deyir. Sən bədəni dəyişəndə. Nə qədər övladın olub da heç kimin vecnə deyir orada. Sən nə qədər evlər tikmisən, nə qədər şəhərlər salmısan, heç o heç vecnə də deyir. Başa düşdün? Yamaracın heç vecnə deyir Əzrailin. Heç o səndən onu maraqlandırmır o. Onu maraqlandırır bir sən nətəri? Sən onlarla özünü necə aparmısan? Özünü necə aparmısan? 5 uşaq böyütmüsən. Düzdür? Onlarla özünü necə aparmısan? Nətər böyütmüsən? Onlara hansı münasibəti hopdurmusan? Özünə, ətrafdakılar bir də Tanrıya. Yoxsa sən ondan prokuror eləmsən, adamların qanını içir. O deyir, mənə belə 5 övlad nə etmək lazımdır? Yamarac deyəcək, Əzrail deyəcək. 50 milyon pul yığmısan, düzdür? O pulun çoxluğu məni maraqlandırmır. Sən o pula münasibətin məni maraqlandırır. Sən o pulun hansı əhval-ruhiyyədə xərcləmirsən? Tanrıya xoş gedənmi o əhval-ruhiyyədə? Başqalarının xeyrinəmi? Yoxsa insanları yoldan azdıran formada istifadə eləmirsən? Bu da əsas məsələ. Əsas o deyir ki, səndə əlində nə qədər pul var. Əsas o deyir ki, sənin 5 mərtəbəli evin var. Əsas o deyir ki, sən onun içində nə ilə məşğulsan. Bildin? Deməli, münasibət dünyasıdır. Mülkiyyət dünyasıdır. Mülk dünyasıdır. Münasibət dünyasıdır. Biz özümüzlə münasibət aparacağıq. Və münasibətə görədir ki, insan indi bu vəziyyətdədir. Bizim indiki halımız, əvvəlki həyatımızda göstərdiyimiz münasibətlərə nəticə olaraq verilibdir bizə. Nətər münasibət? Özümə münasibət, ətrafdakılara münasibət, bir də Tanrıya münasibət. Özümə münasibət nətəri? Bu bədən mənə verilibdir, birazdan əlimdən alınacaq, düzdür? Mən bunun içinə içki doldura bilərəm, siqaret doldura bilərəm, düzdür? Amma mən bunu saf saxlaya bilərəm. Mən bununla park bulvara gedə bilərəm, mən bununla hansı bir məbədə, məscidə, xrama gedə bilərəm. Mən bununla ilahi elmləri öyrənə bilərəm, həyatın mənası nədir? Mən buna gedib kimya ilə fizikanı öyrənib atom bombası kəşf edə bilərəm. Bu asılıdır mənim münasibətim. Buna deyirlər münasibətim, bədənimə. Ətrafdakılara münasibət nədir? Sən ətrafdakıların hamısına xoşbəxtlik arzula bilərsən. Və onların heç birini öz problemində günahlandırmaya bilərsən. Və bir də sən ətrafdakılara nifrət eləyə bilərsən ki, bunlar
Mənə problem yaradır hamı. Başa düşürsən? Ətrafdakılara şəfqət hissi ilə, qayğı hissi ilə yanaşa bilərsən. Bir də ətrafdakılara elə bir şey elə bilərsən ki, hamı sənə paxıllıq eləyir. Gör sənin ətrafında nə tər adamlardır ki, hamı sənə paxıllıq eləyir və sən bu paxıllıqdan həzz alırsan. Müqəddəs kitablar deyir ki, sənə paxıllıq eləyən sənə ölüm arzulayandır. İndi get paxıllıq eləməyi artır ki, sənə paxıllıq eləsinlər. Nə qədər çox sənə paxıllıq eləyirlər, o qədər sənə çox ölüm arzulayırlar. Başa düşürsünüz? Bu indi insan özünə maşın alır, cip alır, filan kimi, özdə nədən həzz alır? Ondan heç birindən həzz almır. Ətlə sümük həzz almır. O həzzi ruh alır. Ona da bu lazım deyil. Ruha bu lazım deyil. Bu sənin ego həzzidir, düzdür? Və paxıllıq eləyən insanlar, nə qədər çox insan sənə paxıllıq eləyirsə, o qədər çox insan sənə ölüm arzulayırlar. Başa düşdünüz? İnsan kiminsə sənə ölüm arzulamağı bu sənin həyatını ömrü gödəltməyə işarədir. Bu sənin ömrü gödəldir. Sənin həyatına elə enerji verirlər ki, o sənin ömrü gödəldir.